4-cü sual. Assalamu alaykum. Başqa dövlətdən bir qarindişimiz iftarda və suhurda qılınadigan Uyğurca duanı tələb qılıbatıdı. Dep bergen bolsılar. Rahmet, Allah razı bolsun. Cavab: Və alaykum assalam. İftar qılğanda özü bilgen, məzmuni yaxşı dualarını qılsa buludu. Özüge, bala çaqılarga, ata-anasıga, dost-yarəllərə və barlıq musulmanlara dua qılsa yaxşı buludu. Ən yaxşısı Peyğəmbər sallallahu alayhi və səlləm və sahabelər qılğan tövəndiki məzmuni mol dualarını qılışdır. Peyğəmbər sallallahu alayhi və səlləm mundaq dua qılğan: Ussuzluq tugab, tomirlar namlanib, ro'za tutqanning ajri yozildi inshaalloh. Abu Davud 2357 hadis. Albani Hasan degan. Buning iftar qilib bo'lganda qilgan duoligi aniq. Hazrati Abdullah ibn Amr radhiyallohu anhuma balalarini to'plab mundaq duo qilgan: Ey Allah, sening hamma narsani qoplagan keng rahmating bilan mening gunohlarimni mag'firat qilishingni so'rayman. Ibn Majah 1753 hadis. Hafiz ibn Hajar Hasan degan. Ey Allah, sen uchun ro'za tutdim, sening bergan rizqing bilan iftar qildim. Abu Davud 2358 hadis. Bu mursal hadis bo'lib, Abdul Qadir Arnaut Al-Azkar tahqiqida uni kuchlantiradigan boshqa rivoyatlar bor degan. Ammo suhurliqda muayyan bir duo yo'q. Xohlagancha duo qilsa bo'ladi.